Herkese salam. Davam edirik. Biologiya fənnindən Dövlət İmtahan Mərkəzinin təşkil etmiş olduğu ali məktəblərə qəbul imtahanlarının test sual nümunələrinin izahı ilə. Bugün sizlərə 2020-ci tədris ilinin ikinci cəhd imtahanı suallarını izah edəcəm. İlk sualımızla başlayaq. Düzgün olmayan hansıdır? Ördək burun ilk məməlilərə aiddir, yəni məməlidir. Yarasa uçan məməlidir. Skat qığırdaqlı balıqdır. Balina suda yaşayan məməlidir. Lakin pingvin isə məməlilərə aid deyil, quşlar sinifinə aiddir. Ona görə yanlış qeyd olunmuşdur. Sual 2 ilə davam edirik. Aşağıdakı cədvəldə 4 müxtəlif ailələrdə valideynlərin saçının rənginə görə fenotipləri, qara və sarı saçlı uşaqların sayı göstərilmişdir. Verilənlərə əsasən hansı ailədə və yaxud ailələrdə bütün uşaqların bu əlamətə görə genotipləri valideynlərdə olduğu kimidir? Öncə valideynlərin və uşaqların genotiplərini gəlin qeyd etmiş olaq. Deməli, biz də bilirik ki, böyük A qara rəngi idarə edən gendir, dominant gendir. Kiçik A isə sarı rəngi idarə edən resessiv gendir. Və sarı rənglilər hamısı kiçik A'lar olacaq. Qara rənglərimiz isə böyük A, yanını boş qoyuruq. Çünki böyük A böyük A da ola bilər, böyük A kiçik A da ola bilər. Həm homozigot, həm də heterozigot sarı, qara ola bilər. Baxırıq valideynlərə. Valideynlərdən qara saçlı valideynlə sarı saçlı valideynin əgər sarı saçlı övladı dünyaya gəlibsə, bu o deməkdir ki, valideynin bu qara saçlı fenotipə malik olan valideyn heterozigot genotipdədir və ona görə də analizedici çarpazlaşma nəticəsində birin birə nisbəti alınmış olur. Burada həm qara, həm də sarı saçlı övladlar dünyaya gələ bilər. Daha sonra deməli burada həm valideyn, həm də övladların genotipləri eyni oldu. Baxırıq, iki qara saçlı valideynin, baxırım sarı saçlı uşağı dünyaya gəlir. Bu nə zaman ola bilər? Valideynlərin hər ikisi daşıyıcı olmalıdır ki, heterozigot olmalıdır ki, bu kiçik A geni bunlarda daşınmış olsun və övlad da gəlib bizə çıxsın. Buradakı qara böyük A böyük A da ola bilər, böyük A kiçik A da ola bilər. Hər hansı biri ola bilər. Yəni burada valideynlərin genotipi ilə eyni genotipdə olmadılar. Çünki valideyndə kiçik A, kiçik A yox idi, amma övladda çıxdı. Baxırıq, iki sarı saçlı valideynin təbii ki, başqa şans yoxdur. Yalnız sarı saçlı övladı dünyaya gələcək, qara saçlı olmayacaq. Eynən valideynlərin genotipindədirlər. Yine burada qara saçlı valideynlərdir və sarı saçlı övlad dünyaya gəlibsə, o zaman böyük A, kiçik A'lardır. Yine valideynlə övladın genotipləri uyğun gəlmədi. Ona görə cavabımızı müəyyən edirik 1-3 olaraq. Sual 3 ilə davam edirik. Göl qurbağasının normal ontogenezi zamanı bu sümüyünün bazı sümüyündən əvvəl yarandığını söyləmək olarmı? Bəli, olar. Çünki öncə arxa ayaq, daha sonra isə ön ayaqlar yaranır. Ümumiyyətlə çömçə quyruqda inkişaf ardıcılığı belədir. Öncə xarici qəlsəmələrlə tənəffüs edir, daha sonra daxili qəlsəmələrə çevrilir. Çömçə quyruğun qurbağaya çevrilməsindəki inkişaf yolunu demiş olsaq, ağız, çənə, arxa ayaq, ön ayaq, ağciyərlər quyruğun qısalması ardıcıllığımız olacaq. Yəni arxa ayaq daha sonra isə ön ayaqlar yaranmış olur. Yəni arxa ətraflar sonra isə ön ətraflar yaranacaqdır. Öncə but sümüyü, daha sonra bazı sümüyü yaranır. Ona görə də deməli olar. Çünki onun əvvəl arxa, sonra da ön ətrafları əmələ gəlmişdir. C variantını müəyyən etmiş olarıq. Davam edirik 4-cü sualımız ilə. İnsan skeletində aşağı ətraf qurşaq sümükləri iki cür sümükliliyi olan sümüklərin neçəsi ilə birləşir? Aşağı ətraf skeletin qurşağına çanaq qurşağı aiddir və çanaq qurşağına birləşən deməli but sümükləri iki cür sümüklüliyinə sahibdir. Deməli, aşağı ətraf qurşağı iki cür sümükliliyi olan iki sümük ilə birləşmiş oldu. İki ədəd but sümükləri ilə birləşmiş oldu. Sual 5. Bir çiçəyin mayalanmasında üzr istəyirəm. Mayalanmasında iki sperm iştirak edən bitkiləri seçin. Bir çiçəyin mayalanmasında iki sperm iştirak edən. Bu nə zaman ola bilər? Bir toxumlarda. Çünki mayalama prosesində bir toxumun yaranmasında mərkəzi hüceyrə, yumurta hüceyrə, sperm iştirak etmiş olur. Yəni bir toxumun yaranmasında iki sperm iştirak edir. Əgər bir çiçəkdə mayalanmada iki sperm iştirak edibsə, bu deməkdir ki, bizdə bu bitkilər bir toxumlu olmalıdır. Pomidor çox toxumlu gilə meyvə, kartof çox toxumlu gilə meyvədir, kələm çox toxumlu quru meyvələrə aiddir, buynuz meyvədir. Ona görə bunlar çox toxumlu olduğu üçün təbii ki, bir çiçəyində çoxlu sayda yumurtacıq var və hər yumurtacıq üçün 2 ədəd sperm
mayalanmada iştirak etmiş olacaq deyə təbii ki, say 2-dən çox olacaq. Göyçək toxumca meyvədir, bir toxumludur. Ərik çərdək meyvədir, bir toxumludur. Arpa dən meyvədir, bir toxumludur. Ona görə də bir çiçəyin yaranmasında, bir çiçəyin mayalanmasında daha doğrusu deməli 2 sperm iştirak etmiş olacaq. Cavabımız olur 3, 4, 5. A variantı. Sual 6 ilə davam edirik. Güclü işıqlandırmış otaqda içərisində bitki olan qapalı şüşə qaba yanan çöp salanda onun tədricən sönməsi üçün nə etmək lazımdır? Biz bilirik ki, oksigen yanmağa kömək edən qazdır və içəridə yaşıl bir bitki varsa və bu işıqlandırılırsa fotosintez edəcəkdir. Fotosintez zamanı oksigen ayrılır və oksigen də dedik ki, yanmağa kömək edən qazdır. Əgər oksigeni oradan azaltmış olsaq, daha sürətli sönmüş olacaq. Ona görə də işığı söndürərək ki, fotosintezin intensivliyi zəifləsin. Yani fotosintez dayansın, daha sonra ise oksigen miqdarı azalacaq və daha sürətli sönmüş olacaq. Sual 7. Qadının yumurtalığında hansılar baş verə bilər? Yumurtalıqda follikullar yetişər. Ovülyasiya və yəni follikulun partlaması baş verər. Partlamış follikulun yerində sarı cisim əmələ gələr. Lakin mayalanma uşaqlıq borusunda, ciftin əmələ gəlməsi isə uşaqlıqda baş verdiyi üçün bunları götürə bilmərik. Deməli, cavabımız olacaq 1, 2, 3 yumurtalıqda baş verən proseslərdir. Sual 8. İnsanda aşağıdakı göstərilənlərdən hansılar xarici sekresiya vəzləridir? Börək üstü vəzi daxili sekresiya vəzidir, qana hormon ifrazıdır, qalxan bənzəri daxili, börək üstü daxili, hipofiz börək üstü daxili. Qulaq kiri və göz yaşı vəzlərimiz isə xarici sekresiya vəzlərinə aiddir. Sual 9. Həzm kanalından kənarda yerləşən lakin axarları həzm kanalına açılan qarışıq sekresiya vəzi. Ümumiyyətlə, həzm kanalından kənarda yerləşib də axacağı həzm kanalına açılan 8 iri həzm vəzisi var. Təbii ki, kanalın özündə də kifayət qədər vəzi var və kanaldan kənarda yerləşən 8 ədəd iri həzm vəzisi kənarda yerləşsə də axacağı həzm kanalının özünə açılmış olur. Bunlar hansılardır? 3 cüt iri ağız suyu vəzisi. Hansı ki, bunlar açılır ağız boşluğuna. Sonra məd-altı vəzi. Məd-altı vəzi qarışıq sekresiya vəzlərinə aiddir və nazik bağırsağın 12 barmaq bağırsaq hissəsinə açılır. Eyni zamanda qaraciyər xarici sekresiya vəzidir. Onun da axarı, deməli, nazik bağırsaqda 12 barmaq bağırsaq hissəsinə açılır. Deməli, ağız suyu vəzi xarici sekresiya vəzidir. Məd-altı vəzi qarışıq sekresiya vəzisidir. Qaraciyər xarici sekresiya vəzlərinə aiddir. Biz burada müəyyən etmiş olacaq cavabımızı məd-altı vəzi olaraq. Sual 10. İnsanda onurğa beynin boz maddəsinin əmələ gəlməsində yalnız 2 növ neyron cisimləri iştirak edir. Çünki hissi neyronların cisimləri mərkəzi sinir sistemindən kənarda sinir düyünlərini yaradır. Ona görə də mərkəzi sinir sistemində yalnız hərəki və ara neyronun cisimlərini görmək mümkündür. Hissi neyronların cisimləri mərkəzi sinir sistemindən kənarda sinir düyünlərində yerləşir. Sual 11. İdadaptasiyanı yalnız makrotəkamül prosesi hesab etmək olarmı? Biz bilirik ki, idadaptasiya nəticəsində növ, cins, fəslə kimi sistematik taksonlar yaranır. Və mikrotəkamül nəticəsində yaranır növ. Makro təkamüldə növdən böyük sistematik vahidlər yaranır. Əgər biz deyiriksə ki, adaptasiya nəticəsində növ, cins, fəsilə yaranır, biz bunu yalnız makro təkamül deyə bilmərik. Axı burada növ də var. Növ mikro təkamülün nəticəsidir. Olmaz, belə ki, adaptasiya yolu ilə növ, cins, fəsilə əmələ gəlir, növ də mikro təkamülün nəticəsidir. Bəli, cins fəsilə makro təkamüllə yaranır, lakin növ isə mikro təkamül nəticəsidir. Yəni, həm mikro təkamüldə, həm də makro təkamüldə adaptasiya prosesi mövcuddur. Ona görə də yalnız makro təkamülə aid etmək olmaz, çünki növ mikro təkamülün nəticəsində yaranmışdır. Sual 12. Bizə bir sxem verilir və meyoz nəticəsində, deməli bir hüceyrə verilib, diploid bir hüceyrədir və meyoz nəticəsində buradan 2 ədəd hüceyrə yaranır. Demək ki, diploid yığımda bir hüceyrədən meyoz nəticəsində burada haploid hüceyrə yaranmış olacaq. Çünki deməli bizdən soruşur ki, bir dəqiqə, meyozun normal gedişi zamanı birinci bölmənin sonunda artıq biz bilirik ki, meyoza 2n daxil olur, birinci bölmənin sonunda artıq n2c2d şəklində çıxır. O zaman haploid yığıma düşmüş olursa, meyoz bir zamanı biz tən yarıya düşmüş olan bir sxem düşünəcəyik ki, bu sxemin
e, belə deyək də, sanki bu iki haploid hüceyrəni birləşdirmiş olacaq. Burada da cavabımız D variantı olacaq. Sual 13. Şəkildə göstərilən hüceyrə orqanoidi barəsində səhv mülahizə. Bu mitoxondridir. Hüceyrənin enerji ilə təmin edir. Bəli, fotosintezidir. Doğrudur. Kimyəmbranlıdır. Bəli. Hüceyrə tənəffüsünü edir. Bəli. Oksigen istifadə edir. Karbon qazını ayırır. Daxili maye mitostroma yox, matriks adlanır. İkiyə bölünmə ilə çoxalır. Bəli, DNT-yə malikdir. Özünü törədə bilir. Sual 14. Fotosintez prosesini həyata keçirən həm bir hüceyrəli, həm çox hüceyrəli bitkilərin hansılarına rast gəlinə bilər? Deməli, fotosintez prosesini həyata keçirən həm bir hüceyrəli, həm də çox hüceyrəli bitkilərdə hansılara rast gəlinə bilər? Deməli, bir hüceyrəli deyəndə mən burada yosunları götürə bilərəm. Bir hüceyrəli yosun xlorella olar, xlamida monada olar, plevrokok ola bilər məsəl üçün. Çox hüceyrəli bitkilərə isə çox hüceyrəli yosun, mamır, qıcı, çılpaq toxumlu, örtülü toxumlu bunların hər biri aid edilə bilər. İndi əgər bizdə bir hüceyrəli və çox hüceyrəlinin hər ikisinə aid olanı istəyirsə, mən burada xloroplastı götürə bilmərəm. Çünki xloroplast yalnız ali bitkidədir. Mamır, qıcı, çılpaq toxumlu və örtülü toxumdadır. Yalnız alidədir. Götürə bilmərəm. Nuklein turşusu bəli ola bilər. Həm bir hüceyrəli, həm də çox hüceyrəli yosunlarda, çox hüceyrəli bitkilərdə rast gəlinə bilər. Xromatofor həm bir hüceyrəli yosunlarda rast gəlinə bilər, həm də çox hüceyrəli yosunlarda da rast gəlinə bilər. Xromatofora bu da ola bilər. Mexaniki və ötürücü toxuma. Mexaniki və ötürücü toxumalar ahili bitkilərə xasdır. Və bitkilərdən bir hüceyrəli yosunda biz bunu görə bilmərik. Ümumiyyətlə çox hüceyrəli yosunda da görə bilmərik. Yəni burada bir müqayisə etsək, bu çox hüceyrəli həm yosun, həm mamır, həm qıcı, həm çılpaq toxumlu, örtülü toxumlu hamısı ola bilər. Deyək ki, çox toxumda mexaniki örtülü toxumalar var. Çox hüceyrəlidir, üzr istəyirəm. Çox hüceyrəlidə mexaniki ötürücü toxumalara rast gəlinə bilər. Lakin bir hüceyrəlidə rast gəlinmir, ona görə ortaq deyil. Plazmatik membran canlıların 4 aləminin 4-ündə də daxili qılafdır, ona görə götürdük. Yosunlarda vegetativ orqan olmadığına görə nə bir hüceyrəsində, nə çox hüceyrəsində olmadığına görə bir hüceyrəli yosunlardan söhbət gedirsə, əgər bir hüceyrəli bitkiləri biz müqayisə ediriksə, burada vegetativ orqan görməyəcək. Ortaq olacaq 2, 3 və 5. Cavabımız olur B variantı. Sual 15. Mollysklar tipinin nümayəndəsi olan anodonta verilib. Ürəyi 3 kameralıdır, 2 qulağıcıq, 1 mərdəcikdən ibarətdir. Qan damar sistemi açıqdır. Ürəyində yalnız arterial qan olur. Deməli, 3 kameralı ürəyə sahibdir. İnkişafı dolayıdır. Sürfə mərhələsi var. Hətta deyildi ki, sürfələri parazit həyat tərzi keçirir. Balıqların dərisində, üzgəclər üzərində parazitlik edirlər. Və təbii ki, suda yaşayır. Qəlsəmə tənəffüsü etmiş olur. 3 kameralıdır. Dolayı və qəlsəmə tənəffüsü edəcək. Sual 16. Antropomorfozlara aid olmayan. Antropomorfoz insana məxsus aramorfozdur. Bunlara aid olmayan istəyirsə, kələm beyin şöbəsinin üst şöbəsindən böyük olması bu insana məxsusdur. İnsana məxsus antropomorfozdur, beynin inkişafı ilə əlaqədardır. Ayaq tağının əmələ gəlməsi dik yermə ilə əlaqədardır. Yəni insana məxsusdur. Quyruğun yox olması ilk dəfə insanda olmayıb. İnsana bənzər meymunların belə quyruğu yoxdur. Ona görə də bu insana məxsus antropomorfoz deyil, insana bənzər meymunlarda belə var. Onurğa sütununun esvari əyriliyi dik yerməklə əlaqədardır. Antropomorfozdur. Oma sümüyünün möhkəmlənməsi yenə dik yerməklə əlaqədardır və aramorfozlara aiddir. Yəni insana məxsus aramorfozdur, antropomorfozlara aiddir. Sual 17. Papalı göbəklərə aid etmək olmaz. Papalı göbələklər saprofit yolla qidalanırlar. Doğrudur. Torpaqdan mineral duzları alar, aerob, yaşayar, mitsellərə sahib olub çoxala bilər mitseli ilə. Lakin leykoplast ali bitkilərə xasdır. Deməli, belə deyək, leykoplast plastidlərin bir növüdür, rəngsiz plastidlərə aiddir və yalnız ali bitkilərdədir. Biz bunu göbələkdə görməyəcəyik. Sual 18. Dönər denaturasiya zamanı zulalın hansı strukturları pozulur? Ümumiyyətlə zulalların 4 quruluşu vardı. Birincili, ikincili, üçüncülü və dördüncülü. Dönər denaturasiya zamanı birincili quruluşa qədər pozulur. Yəni 3, 4, 3, 2 pozulur. Lakin birincili quruluş pozulmur dönər denaturasiya zamanı. Amma dönməz denaturasiya zamanı artıq birincili quruluşda pozulmuş olur. Bunu necə düşünə bilərsiniz? Əlinizə bir dənə təsbih götürmüş olsanız, bu təsbihə sapı qırmadan, o muncuqları üzərinə yığan sapı qırmadan təsbihə istədiyiniz formanı vermək mümkündür.
Yəni istədiyiniz kimi dəyişə bilərsiniz formasını. Bu əvvəlki vəziyyətinə qayıdandır, yəni dönəndir. Amma sapı qırdısa artıq o təsbeh dağılır, düzdürmü? Ona görə dönməz denaturasiyadır. Yəni birincili quruş dağılana qədər dönər denaturasiyadır. Birinci quruş dağılırsa dönməz denaturasiya olacaqdır. Sual 19. Deməli, sarı belfler verilib və bizə Kitayka verilib. Baxırıq, uyğunluğu istəyir. Miçurin tərəfindən seleksiyada ana bitki kimi istifadə olunan sarı belfler idi. Ata bitki kimi isə Kitayka idi. Sarı belfler cənub sortu idi. Kitayka isə şimal sortu idi. Burada diqqət edirik. Ümumiyyətlə, Miçurin meyvə bitkilərin seleksiyasını aparıb, armud və almanın seleksiyasını aparıb və armudda yabani Suriya cür armud növünü və Bere Royal armud sortunu istifadə etmişdi. Orada növ var idi ama sarı beflerenki tayfada her ikisi sortlardır. Cənub sortudur. Bu isə şimal sortudur. Bunların hər ikisi sortlardır. Miçurin tərəfindən seleksiyada ana bitki kimi istifadə olunan cənub sortu olan sarı beflerdir. Befrektal kalma sortunun alınmasında istifadə olunub hər ikisi. Cənub sortudur, sarı befli. Miçurin tərəfindən mentorda istifadə olunub hər ikisi. Sərt iqlimdə yaşayabilir meyvelər tuşdur, Kitayka. Miçurin tərəfindən seleksiyada ata bitki kimi istifadə olunub, bu da olacaq Kitaykaya. 1, 3, 2, 4, 5, 6 cavabımızı müəyyən edirik Y variantı olaraq. Sual 20. Akvaryumda bərabər sayda olan amöb, yaşlı evglena və infuzor şərikdə cəmi 60 ifrazat vakol var. Yani bunların sayı bərabərdir. Deməli, bir infuzorun bir ifrazat vakolu var. En qədər infuzorda en qədər ifrazat vakolu olacaq. En qədər evglendə yeni en qədər olacaq. En qədər infuzorda 2 en qədər ifrazat vakolu olacaq. En, ken. Bu eləyir 60. 4 enim 60'a, enim ise 15'e bərabərdir. Deməli, bizim fərdlərimizin sayı hər birinə qədərdir? 15. Yaşlı evglenamız 15'tir. Bir yaşlı evglenanın bir qamçısı var. 15 yaşlı evglenada 15 qamçı müşahidə etmiş olarıq. Sual 21. Qeyri-əlverişli şəraitdə xlamidamanada yosununda bu proseslərin hansı gedə bilər? Ümumiyyətlə, xlamidamanada əlverişsiz şəraitdə qeyri-cins çoxalır. Deməli, yetkin fərdlər qamçılarını itirir, hərəkətsizləşir. Yetkin fərdlərin daxilində nüvə, mitoz yolla ardıcıl bölünmələr keçirir və çoxsaylı qametlər yaradır. Yetkin fərdin xromosom yığımı haploiddir və yaranan qametlər də haploid xromosom yığımında olacaq. Hər bir fərdin qameti başqa bir fərdin qametləri ilə cüt-cüt birləşir. Yəni özünün qameti özünü mayalandırmır. Başqa fərdlərin qametləri ilə cüt-cüt birləşirlər və mayalanmış yumurtacığı olan, deməli, burada birləşmə baş verir və mayalanmış yumurtacığı olan zigot yaranmış olur. Deməli, hərəkətsizləşdi, qametlər yarandı, mayalanma getdi, zigot yarandı. Burada mayalanma prosesidir və mayalanma getdi, zigot yarandı. Bura qədər əlverişsiz şərait, yəni 5'e qədər əlverişsiz şəraitdir. Əlverişsiz mühiti qış fəslini keçirdikdən sonra yazda deməli yaranan zigot meyoz yolla bölünərək 4 adet zoospor yaratmış olur. Zoosporlarda haploid xromosom yığımına malik olacaq. Deməli, yeganə burada əlverişli şərait 6'dır. 1, 2, 3, 4, 5 əlverişsiz şəraitə nümunə olacaq. Sual 22. Xaçlı hörümçək üçün doğru olmayan fikirləri seçin. Xaçlı hörümçəyin ürəyi 2 kameraldır. Xeyr, boru şəkilli ürəyi var, amma kamera sayı deməmişik. Gəmici ağız aparatına malikdir. Ümumiyyətlə, hörümçəyin ilkin həzmi bədəndən kənarda gedir. Qidasını xeliserindən sancdığı zəhərlə qidasının ilkin həzmi xarici mühitdə gedir və o sorucu mədə və güclü udlağının hesabına soraraq qidasını çəkmiş olur. Yəni ilkin həzm xaricdə getmiş olur. Ona görə gəmici ağız aparatı ola bilməz. Burada bir dəqiqə burada ürəyi aid olmayanlar ürəyi 2 kameralıdır bu şəkildə deməmişik. Ürəyi bor şəkillidir demişik. Gəmici ağız aparatı deyil. Tam çevrilmə xeyir inkişafı düzünədir. Zəhər vəzlər baş döşünün bəli xeliserin dibində yerləşir, ona görə düzdür. İfrazat orqanı bir cüt yaşıl vəzi deyil. Bunlarda malpigiborlar və xüsusi vəzlərdir. Qan damar sistemi açıqdır, düzdür. Cavabımız olur 1, 2, 3, 5 olur A variantı. Devam edirik sual 23 ilə. Cücərməmiş saxlanılan zaman darı dənlərinin çəkisi 8 kiloqram olmuşsa, onun cücərən zaman çəkisi neçə kiloqram olur? Ümumiyyətlə, bu toxumlarda məsələsində 3 toxumun qeydi düşür. Noxud öz çəkisi qədər sudur.
Qarğıdalı öz çəkisinin yarısı qədər, darı isə 4-dən 1 qədər su udmuş olur. Əgər darının öz çəkisi 8 kiloqramdırsa, öz çəkisinin 4-dən 1 qədər su udur, yəni 2 kiloqramda udduğu su olmuş olacaq. Ona görə də cücərmiş olan darı dənlərinin kütlələri olacaq 10 kiloqram. Cavabımızı müəyyən edirik 10 kiloqram olaraq. Sual 24. Bizə verib daxili qulaq. Təbil pərdəsi nə daxili qulaqdır, nə xarici qulaq, nə orta qulaq. Xarici qulaqla orta qulağın sərhəddidir. Ona görə götürmürük. Oval kisəciklər. Bəli, daxili qulaqda vestibulyar aparatdadır. Çəkic orta qulaqdadır. İlbiz daxili qulaqda reseptorların yerləşdiyi hissədir. Dairəvi kisəcik vestibulyar aparatdadır. Yenə daxili qulaqdadır. Yevstaxi borusu isə orta qulaqda yerləşir. Və təbil pərdəsinin hər iki tərəfində olan təzyiq fərqini bərabərləşdirməyi təmin etmiş olur. Sual 25. İnsanda 2 və daha çox bədən boşluğunda yerləşənləri seçin. Sidik axarı həm deməli qarın, həm çanaq boşluğunda yerləşir. Ona görə 2 bədən boşluğundadır. Qaraciyər arteriyası yalnız qarın boşluğundadır. Qida borusu həm döş, həm də qarın boşluğundadır. Ağciyər arteriyası yalnız döş boşluğunda. Aşağı boş vena həm qarın, həm də döş boşluğunu görür. Amma nəfəs borusu yalnız döş boşluğunda yerləşəcək. Ona görə cavabımız olur 1, 3, 5. Sual 26. Bizə verib göyərçin. Baxırıq, sol yumurta, ümumiyyətlə bilirik ki, quşlarda sağ yumurtalıq reduksiya edib və onlarda sağ aorta qövsü var. Sağ yumurtalığı yoxdur, amma sol yumurtalığı var. Quşların sol yumurtalığı var. Fikir doğrudur. Orada doğruya doğru qoyub, ona görə bu doğru. Sol aorta qövsü quşlarda yoxdur. Bu fikir yanlışdır. Amma quşlarda sağ aorta qövsüdür. Deməli, yanlışdır, amma orada doğru qoyduğu üçün bu cavabımız düzgün kimi getməyəcək. Digərinə də baxmış olaq. Döş dili əslində var, döş dili yoxdur kimi yazır. Ona görə də birinci fikrimiz yanlış oldu. Davam edirik ikinci fikrimiz ilə. Sağ aorta qövsü quşlarda var və doğruya doğru qoyub götürəcəyik. Yəni doğru fikirdir. İki qat tənəffüs quşlarda var, fikir doğrudur və təsdiqlənib diaqramda götürəcəyik. Diafraqma quşlarda yoxdur, fikir yanlışdır. Yanlışa yanlış qoyduğu üçün yenə doğrudur. Ona görə ikinci fikirlər düzgün səslənir. Gəldik sabit bədən temperaturu. Quşlarda var çünki istiqanlıdırlar. Bədən temperaturu sabitdir, ətraf mühitdən asılı deyil. Və fikir doğrudur. Ona görə doğrudur və təsdiqlənib. Büzdüm sümüyü quşlarda deməli quyruq fəqərələri, bir də büzdüm sümüyü var. Büzdüm fəqərələri yoxdur, unutmuruq. Büzdüm sümüyü quşlarda var, fikir doğrudur. Doğruya da doğru qoyduğu üçün deməli götürə bilərik. Gəldik sağ yumurtalı quşlarda yoxdur, fikir yanlışdır. Deməli sağ yumurtalıq yoxdur, fikir yanlışdır. Yanlışa da yanlış qoyduğu üçün bu ifadə düzgün səslənəcək. Gəldik iki qat tənəffüs quşlarda var, fikir doğrudur, doğruya doğru qoyub. Döş dili quşlarda var, fikir doğrudur. Doğruya doğru qoyub. Sol yumurtalı quşlarda var, fikir doğrudur, amma yanlış qoyduğu üçün götürmürük. Cavabımız olur. Deməli, uyğundur 2, 3. Sual 27 ilə davam edirik ki, insan orqanizmi üçün uyğunluğu müəyyən edin. Venoz qan axır ağciyər arteriyasında, sağ mədəcikdən ağciyər kötüyü, oradan da ağciyər arteriyaları ilə təmizlənməyə gedir. Ağciyərlərdə təmizlənib oksigenlə zənginləşən qan, deməli, ikisi sağdan, ikisi soldan ağciyər venalar vasitəsi gəlib rəyin sol qulacığına tökülür. Deməli, ağciyər venalar vasitəsilə arterial qan gəldi, tökülür rəyin sol, deməli, qulacığına. Bizdən də soruşur. Deməli, oksigenlə zəngin qan axır ağciyər venasında. Sonra qanı ürək boşluğuna gətirirsə bu venadır. Arterial qanı ürəyə gətirmiş olacaq. Kiçik qan dövranına aid deyil. Deməli, hər ikisi kiçik qan dövranına aiddir. Böyük qan dövranına aid heç bir böyük qan dövranına aid deyil. Oksigenlə zəngin qan axır. Bunda dedik ki, ağciyər venasıdır. 1-ə B-yə, 2-yə A olaraq cavabımızı müəyyən etmiş olur. Kiçik qan dövranına aid deyil. Hər ikisi kiçik qan dövranına aiddir. Böyük qan dövranına aiddir. Heç bir böyük qan dövranına aiddir. Ona görə C və D-ni götürə bilmədik. Nəhayət gəlirik situasiyamıza. Bizə verilib ağciyər. Müayinə keçən insanın sağlam olduğu məlum oldu və bu insan qarışıq sekresiya vəzlərinin ikisi əsas bədən boşluğunda yerləşmir. Demək ki, bu insan kişidir. Çünki qarışıq sekresiya vəzləri yumurtalıq,
və ya toxumluqlar kişi və qadın üçün. Bir də mədə-altı vəzidir. Əgər qeyd edirsə ki, qarışıq sekresiya vəzlərinin ikisi bədən boşluğunda yerləşmir, bu kişilərə aid olan toxumluqlardır. Bədən boşluğunda yerləşmir, bədəndən kənarda dəri kisənin içərisində yerləşir demişik. Çanaq boşluğunda deyil yəni. Ona görə biz kişi orqanizminə məxsus olan xüsusiyyətlərlə gedəcəyik, yəni nəzərimizdə bunu saxlayacağıq. Z orqanının sayı bir ədəd olan qarışıq sekresiya vəzsidir. Sayı bir ədəd olan qarışıq sekresiya vəzsi isə bizdə nə olacaq? Mədə 6 vəzi. Şəkildəki orqandan çıxan qan, yəni ağciyərdən çıxan qan, çıxan eritrositinin Z orqanına çatması üçün keçilən yolun ardıcıllığını müəyyən edin. Deməli, bu bizim ağciyərimizdir. Ağciyərlərdən ağciyər deməli, venaları vasitəsilə arterial qan ürəyin sol qulağcığına gəlir. Oradan sol mədəciyə gələcək. Sol mədəcikdən aortaya, aortadan qarın aortası, qarın aortasından da deməli, əgər söhbət mədə-altı vəzindən gedirsə, mədə-altı vəzinin tərkibinə daxil olan hər hansı bir arteriya damarına şaxələnmiş olacaq. Deməli, ardıcıllığımızı müəyyən etmiş olduq. Damarlar və kameraları göstərməklə bəli, hər ikisini də göstərdik. Sual 29. Z orqanına daxil olan qanın 100 millisində X xromosomların maksimal sayını hesablayın. Deməli, Z orqanına daxil olan qanın, yəni mədə-altı vəziyə daxil olan qanın 100 milli. Ümumiyyətlə 100 milli bizdə 100 santimetr kubdur. Bu millimetr kuba keçmiş olsaq, deməli 10 üstü 100 vuraq, 10 üstü 3 millimetr kuba keçməliyik. Yəni santimetr kubdan millimetr kuba keçmək istəyirsə 10 üstü 3'ə vurmalıyıq. Aha. Vahidimizin keçidini etdik. Daha sonra deyir ki, X xromosomların maksimal sayını hesablayın. Maksimal sayını bəli hesablayın. Deməli, mən bilirəm ki, 1 millimetr kub qanımda leykositin miqdarı 4-10 mindir. Maksimal deyirsə 10 mindən gedəcəm. 10 vuraq 10 üstü 3. Əgər bizdə 100 vuraq 10 üstü 3 millimetr kub qan varsa, eritrosit miqdarı nə qədər olacaq? Deməli 10 üstü 9, deməli 10, yəni 1 milyard. Olacaq bizdə nə? Leykosit miqdarı. Bir leykositimdə də ümumiyyətlə qanın formal elementlərinə eritrosit, leykosit, trofosit. Nəyə görə biz leykositi seçdik? Çünki nüvə yalnız ondadır. Və bir somatik hüceyrədə 2-nin bərabərdir 44 üzərinə gəlsin XY olduğuna görə bir dənə X cins xromosom var. O da olacaq elə 10 üstü 9, yəni 1 milyard deməli X xromosomu sayı etmiş olacaq. Və nəhayət sual 30. İnsanda Z orqanı və şəkildə göstərilən orqanın yerləşdikləri bədən boşluğu qarın boşluğudur. Deməli, Z orqanının və şəkildə göstərilən orqanın yerləşdiyi. Z orqanı bizdə deməli, mədə-altı vəzdir, qarın boşluğudur. Şəkildə göstərilən orqan ağciyərdir, döş boşluğuna aiddir. Yerləşdikləri bədən boşluğunda olan yalnız daxili sekresiya vəzlərinin adlarını və hər birinin sayını yazın. Döş boşluğunda olan yalnız daxili sekresiya deyirsə, yalnız timusu götürərəm. Bir növ, bir ədəd. Daha sonra qarın boşluğuna gedən daxili sekresiya, yalnız daxili sekresiya vəzləri deyirsə, o zaman burada böyrək üstünü götürərəm. Bir növ, iki ədəd.